Salam hörmətli izləyicilər, yeni bir mənzil çəkib təqdim edirəm. Xırdalanda yerləşir, Heydər Parkının qarşısında 3 otağa düzəlmə mənzildir. Təqdimata başladıq mənzilin qonaq otağından, mənzilin baxışı da birbaşa Heydər Parkınadır. Xırdalanın tam mərkəzində yerləşir. 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Burada belə bir balkonu var, qaz sayğacı kombi sistemi burada qurulub. Tam yaşayışlı binadır, qaz, su, işıq fasiləsizdir. 2 sürətli lifti var. Bura mənzilin dəhliz hissəsidir. Bura mənzilin giriş qapısıdır. Girişdən sağ tərəfdə sanitar qovşaq yerləşir. Mənzil şəxsi istifadə üçün təmir olunub. Burada isə belə bir kladovka kimi düzəldilib. Bura mənzilin mətbəxidir. Burada isə mənzilin yataq otağıdır. Bu yataq otağından da balkona çıxış var. Mənzilin bütün otaqlarının baxışı birbaşa Heydər Parkınadır. Sənədi kupçadır. Mənzilin ümumi sahəsi 99 kvadrat metrdir. Bura mənzilin ikinci yataq otağıdır. Qiymət açıqlama bölməsində qeyd ediləcək. Ətraflı məlumat əldə etmək istəsəz qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın. Bu günlük bu qədər. Sağ olun.